Bakı-Tbilisi qatarı hələ yola düşməmiş böyük tələbat sərnişin axını qeydə alınıb. Hətta vəziyyət o yerə çatıb ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti yola düşəcək ilk qatara bir vaqon da əlavə etməli olub. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı-Tbilisi, Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb. Yeri gəlmişkən, bilet satışı may ayının 21-i təxminən saat 23-də başlanılıb. Qısa müddət olmasına baxmayaraq deyildiyi kimi 1000-dən çox bilet satılıb. Ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb. Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara bir vaqon da əlavə edilib. O da qeyd olunur ki, Bakı-Tbilisi, Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda ləngimələr müşahidə olunur. Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq. Onu da əlavə edək ki, bu mövzu ilə bağlı paylaşdığımız xəbərlərə bəzi izləyicilərimiz şərhlər yazır, bəziləri də yazır ki, mən bilet almaq istədim, amma Bakıdan Tbilisiyə, amma qiymət 81 manat yox, yüksək oldu. Məsələn, biri yazmışdı ki, may ayının 27-si üçün bilet almaq istədim. Bakıdan Tbilisiyə bu 81 manat deyil, bu deməli 127 manat oldu. İzləyicilərimizə bir daha xatırladım ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti bilet satışında dinamik siyasət həyata keçirir. Yəni, tələbata uyğun qiymətlər müəyyənləşdirir. Tələbat yüksək olduqsa qiymətlər yüksək ola bilir. Amma tələbat az olduqsa qiymətlərdə enmələr olur. Odur ki, bunun ən yaxşı yolu təxmini 25 gün, 30 gün, yəni bir ay əvvəl səyahəti planlaşdırmaq lazımdır. Odur ki, izləyicilərimizə bir daha xatırladım ki, səyahəti bir ay əvvəl planlaşdırsanız və bileti bir ay əvvəl alsanız daha sərfəli qiymətlərdən yararlana bilərsiniz.